Nədənsə insanlar doğmalarını, əzizlərini itirdikdən sonra o illərə qayıtmaq istəyir. Atalı, analı, babalı, nənəli o keçən günlərə qayıtmaq istəyir. Çünki onda hər şey gözəl idi, mehribançılıq var idi. Şair də gözəl yazıb ki, o köhnə taxtalı, qapılı evdə bir vaxtlar ən gözəl mənzərə vardı. Girəndə qapıdan içəri evə, o evdə bir baba, bir nənə vardı. Gözəldi o çağlar, deyib gülərdik. Baba sevgisi ilə biz sevinərdik. Nənə süfrəsində çörək yeyərdik. Doymazdıq süfrənin şor çörəyindən. Heyf o günlərdən. Həqiqətən insanların qədrini sağlığında biləyin. Nə olsun ki qocadır. Hamı qocalacaq. Heç kim bu dünya